Allah rəhmət eləsin. Allah ölənlərin hamısına rəhmət eləsin. Bayramov Bəhrəmin bizim atamızın yeridir. Allah verdi burada. Lövhə düzəltdiribdi. Əjdərdir, Farizdir, Allah verdi. Allah hamısının canı salamat eləsin. Burada lövhə düzəltdirib, lövhəni indi yerinə bastırılır. Bu da rəhmətli Bayramova Pəkizə bizim anamız. Allah ölənlərin hamısına rəhmət eləsin. Divlərini, böyür başlarınız adını kol-kosdan təmizlədik, təmizləyirik. Allah salamat eləsin. Nazilə burada üstünü təmizlədi, elədi. Güllər, zadlar. Nənəmizin böyründə, başdaşının böyründə Yasəmən bitibdi, Yasəmən gülü. Onu da indi sulayacağıq. Deməli, özündən gül bitir. Bu tərəfdə də rəhmətli Şura dayının yeridir. Şura dayımızın yeridir. Onun da elə bir şey daşlar, zadlar hamısı qırıqlanıb eləyibdi. Allah hamısına rəhmət eləsin. O tərəfdə Xurşud dayının yeridir. Hamısını tapmaq biraz. Bu Esmeranın lövhəsidir. Allah verdidir, Əjdərdir, Farizdir. Bunu burada yerləşdirirlər, bastırırlar. Allah rəhmət eləsin. Məruzanın lövhəsidir. Gətirib burada Allah verdi, hazırlatdırıb hamısını. Rəhmətli atamızın lövhəsidir. Hamısını Allah verdi, hazırlatdırıb. Allah hamısına rəhmət eləsin. Nənəmizin yeridir, qəbridir. Allah rəhmət eləsin. Allah Nazilənin də atasına rəhmət eləsin, keçmişlərinə rəhmət eləsin. Nazilə də burada xeyli iş gördü, kömək elədi. Allah hamısına rəhmət eləsin. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Allah Teala Novruzlu birliyinə və Novruzlu birliyinin aparıcılarına Allah kömək olsun, balaları xoşbəxt olsun ki, bu gözəl şəraiti yaradıblar. Mən şəhidlərimiz qarşısında baş əyirəm, onların ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin deyirəm. Allah qəbirlərin nurla dolsun. Və bütün Novruzlu birliyindən nə qədər təşkilatçılar var, nə qədər bura köməklik edənlər var, hamısına Allah can sağlığını ömrü versin ki, bu gözəl şəraiti yaradıblar. Azərbaycanın, Türkiyənin bayrağı burada asılıqdır. Bayrağımız həmişə ucaq olsun, şəhidlərimizin boyu ruhu şad olsun ki. Yəni, elimiz, obamız, cəmatımız ziyarət edir və onların ruhuna rəhmət oxuyuruq. Sağ olsun bu gözəl insanlar, başda hamısı saymayacağım, Zabil Paşa, Loğman müəllim, Davud müəllim, Ehtifar Kərimov, Mehdi, Müşfiqdir, Mehdi və qardaşı oğludur. Yəni, hamının adı birdən yada düşmür. Sağ olsunlar ki, bu təşkilatı eliblər, təşkilatçılıq eliblər, bu ağaçları bura əkiblər. Gəlirik bura ziyarətə, yəni həmin bu şəhidlərimizi ziyarət edirik, həmin ağaçları suluyuruq. Yenə də şəhidlərimiz qarşısında başımızı əyirik, onların ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin. Bəs bizim Novruzlu meçidimiz budur.
Orada büyük bir tut ağacı var idi, indi yoktu. Ha, bu Şura dayımızın evidir. De bura. Bu tarafta onun zaborudur. Allah bir yine bizi bu. Yok, bu Elvancil'in evidir. Elvancil'in. Bura Elvan var. Rəhmətli Elvanın Ramiz Həkimgilin evidir. Ha, ehtiyatlı olun biraz. Ha. O tərəf Mirişgilin həyat yeri, rəhmətliklərin, ondan sonra Məhəmməd Əligilin evləri, həyat yerləri idi. Allah verdicilin evi odur. Birimizə dəysə o birimizə dəyməsin, ha? Yok bir şuna aparalım. Bura var ya. Hə, mütəllimgilində. Geldim daha geldim. Hə, bura o talı idi. Yadınıza düşürmü? Burada bir tala O vardı. tala oldu, öyle mi bura? Həmən o taladır. He. Hə, o da bizim Aferin. ata evimizdir. Rəhmətli Bəhrəm kişinin evi. Bura mütəllimgilin evidir. Bunu da öndeki bizim evde ha. Rəhmətli mütəllimgilin evidir. Hə, buradan darvaza ilə priyama gedirdik bizim həyətə. Bari kim varsa. Allah verdicilin barısıdır bu. Evde Allah verin öyle mi? Hə. Yok, şu basın yedim ben mehremim ha. Hə, Haçarın Allah verdi neysə vermədi bizə. Ha? Hə. Çəkdən barıdır. Ne gelmez cami o yapmaz. Allah rəhmət eləsin atamıza, mütəllimə, ondan sonra keçmişlərimizin hamısına Allah rəhmət eləsin. Buralar bizim həyat idi, bizim həyat yeri. Burada yol yerimiz idi. O zaboru mən teymişəm. Deyir bax, o həyatın zaborunu mən teymişəm. Ama geldi sonra kubikten. Orada Kubik çekeceğim. hovuz var. Hovuzu Şakir teydiribdi. Hovuz hələ durur. Ben o